Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə mütəmadi olaraq keçirdiyi səyyar görüşlərin növbətçisi 8-ci mikrorayon ərazisində baş tutub. Görüşdə şəhər rəhbərliyi ilə yanaşı İcra Hakimiyyətinin məsul şəxsləri, kommunal xidmət və şəhər təsərrüfatı sahəsində fəaliyyət göstərən qurumların rəhbərləri, eləcə də şəhid ailələri, müharibə veteranları və yerli sakinlər iştirak edib. Səyyar qəbul zamanı sakinlər tərəfindən müxtəlif məsələlər gündəmə gətirilib. Onların müraciətləri əsasən sosial rifahın yaxşılaşdırılması, məhəllə daxili yolların və digər infrastruktur obyektlərinin yenilənməsi, kommunal xidmətin keyfiyyətinin artırılması, məşğulluq imkanlarının genişləndirilməsi və gündəlik yaşayışla bağlı digər problemlər olub. Zakir Fərəcov bildirib ki, şəhər rəhbərliyi vətəndaşlarla birbaşa ünsiyyəti gücləndirməyi, onların qayğı və təkliflərini birbaşa dinləyərək, yerində həllini təmin etməyi öz fəaliyyətində əsas prioritetlərdən biri kimi qəbul edir. Görüş zamanı qaldırılan bəzi məsələlər elə yerindəcə operativ şəkildə həll olunub. Digər müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı qurumlara konkret tapşırıqlar verilib və bu məsələlər nəzarətə götürülüb. Qeyd edək ki, bu cür səyyar görüşlər Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq təşkil olunur və sakinlərlə birbaşa təmasın yaradılmasına, onların problemlərinin operativ həllinə və ümumilikdə şəhərdə sosial-iqtisadi rifahın yüksəldilməsinə xidmət edir. Şəmistdan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.